O Tanrı'nın adıyla Bismillahirrahmanirrahim. Ya Rahmanu Ya Rahim. Allah'a şükür olsun bu günlerde ömür verdi və eşq və əlaqə də qoydu ki, türklər yaratdığı uyğarlıqlardan, özəlliklə də dil uyğarlığı ilə yazı uyğarlığından bir ya iki kitaba bu günləri göz ataq, onlarla da tanış olaq. Bu 290-cı bərnamədir və beyin mühəndisliyinə qarşı Türkcə əsli kitablar adını daşıyır. Umarım inşallah ki biz bu kitablarla tanış olmaqla bu cəhalət mühəndisliğindən çıxıb və Türk dünyasının milli düşüncələrinin, milli anlayışlarının, milli görüşlərinin, milli duyğularının, milli dövlətçiliyinin içinə girib və orada tamam bu düşmənlər bizim üstümüzdə keçən 5-6 nəslidə yaratdığı etkidən qurtaraq və Türk kimi yaşayaq. Hətta müsəlman Türk kimi yaşamağımızda da heç bir sakınca mən görmürəm. Hər halda bu günləri beyin mühəndisliyinə qarşı Türkcə əski kitabların 290-cı bölümün başlayırıq. Və 289 bərnamədə əslində biz bir çox kitablarla tanış olduq. Türkçə kitablarla çox önəmli, çoxlu müxtəlif sahələrdə siyasət, hüquq, riyaziyyat, həndəsə, coğrafiya, göylər, ulduzlar, ölçülər, ədəbiyyat, dillər, lüğət, fəlsəfə, məntiq oxumamışıq hala buracan, heyvan saxlamaq, ağac saxlamaq, heyvan mərisçilikləri, insan mərisçilikləri, davalar, dərmanlar, təfsir, Quran, Türkcə, bunların hamısını ki deyirəm, bunların hamısı Türkcə bu konularda 550-yə yaxın, bəlkə də çox buracan bu kitablarla tanış olmuşam şəxsən. Mən eyni bir çox uzatay bir il bundan qabaq düşünürdüm ki, türklərin tarixdə yazdığı kitab yoxdur. Türklərin filsufu yoxdur, türklərin yəni türkün dili zəifdir, yaradıcılığı yoxdur. İndi isə bu 500 kitabla buracan tanış olmuşam. Neçə ayda? Deyək ki 7-8 ayda gündə 2 saat vaxt qoymaqla əvvələn türkcəm yaxşılaşıb biraz. Deyək ki mən türk oxumadığım üçün biraz türkcəm yaxşılaşıbdır, oxuya bilirəm, anlaşa bilirəm, anlaya bilirəm. O biraz oradan. Bir də görürəm ki, Fars dünyasında yazılan şeirləri əgər qoysaq tarazının bir bölgəsinə, Türk dilində yazılan şeirləri qoysaq bir ayrı kəfəsinə, Türk dünyası 100 qat ağır olar, bəlkə də çox Fars dünyasının yaratdığı ədəbiyyatdan. Amma biz ki, keçən 250 ildə şikəst yemişik, düşmənlərə məğlub düşmüşük və farslar düşmənlərin amilidirlər. Keçən 250 ildə yavaş-yavaş bu fars dilin gətiriblər üstə, türk dilin aşağıda aradan aparıblar. Özəlliklə bizim türklərdən olan xainlər ki, fərq eləməz, bunlar din xadimi adı ilə, molla adı ilə, ayətullah adı ilə olsunlar bu xainlər. Bunlar ustad danışgah adı ilə olsunlar, müəllim adı ilə olsunlar, fərq eləməz. Profesör olsunlar, döktür olsunlar, mühəndis olsunlar, hüquqçu olsunlar, siyasətçi olsunlar, dövlət olsunlar, nümayəndə məclis olsunlar. Hər nə adla olur olsun, bunlar o türkləri şikəst verən gücə nökərlik ediblər və bu düşüncəni, yəni düşmənin düşüncəsini, mühəndisliğin bizim içimizə gətiriblər, daha çox yaygın ediblər. İndi bu sözlərdən keçək və gedək əsli kitabı başlayaq. Çünki mənim sözlərimdən çox önəmli o kitablardır ki, yazılıblar və danışırlar. Yəni adamla danışır və deyir ki, nə var, nə yoxdur. Biz keçən günlərdə Töhvəname-i Məsnəvi Türkini
oxuduq. Fikrim Cərrahnaməyə yetişdik. Yəni bu kitabdan bir çox səhifələr oxuduq. Bir xanım yazmışdı. Ayşə Xatun adda, sahib Ayşə Xatun deyə nəzərə gələn bu xanım yazmışdı. İrfan, ictimai məsələlər haqqında çox da Qurani, dini məsələlər haqqında dərin şeirlər, təzə mənalar yazmışdı. Müntəha bunun adın əgər yadımda olsa, biz orada gördük ki, kitabın özündə deyir ki, bu nə idi? Eşqnamə və Sahibnamə. Mən elə bu adını çevirim bura. Əvəzin ki, deyək Töhfənamə, deyək ki, Eşqnamə. Bunu mən çevirməmişəm, ona görə. Eşqnamə ya Sahibnamə. Məsnəvi türkü. İndi bu bizi rahatca, indi bu Cərrahnamə nədir? Buna da bir baxaq, görək ki, nədir? Biz öncədə cərrahlıq haqqında bir kitab oxumuşuq. Mən bu keçən günlərdə bu dizi ki verir Fatihlər Sultanı, Məhəmməd Fatihlər Sultanı, bu dizidə fikirəm ki, keçən həftə idi. 2 dənə şəxsiyyətin adını gətirdi orada, elmi şəxsiyyətin adını gətirdi. Mən o şəxsiyyətlərin kitablarına müraciə elədim və cəlibdir, onlardan biri cərrahlıq haqqında kitab yazıbdır. Və o əbzaralatın, o cərrahlıq eləyəndə, məsələn, gözə ya, məsələn, deyək ki, müxtəlif yerlərdə biləxirə əməl cərrahı olur bədəndə, onların üstündə, onları hangi bıçaqla, hangi vəsilə ilə cərrahlıq eləyəcəklər, onun əksi var. Əlbəttə, biz öncədən bu haqda bir dənə kitab oxumuşuq, mərifə eləmişuq. O kitab neçə yüz dana içində əksi var idi, neçə yüz dana dedim, məsələn, indi biraz o yüz bu yüz, yadımda deyil, amarı neçə dana əksi var idi, bəlkə 100 dana, bəlkə 50 dana, çox idi. Və hər əməli cərrahinin özünə görə də bir alət var idi orada, bir vəsilə var idi ki, ondan əməli cərrahi edirdilər. Amma bugünkü də, indi burada yazıblar PDF-də Cərrahnamə və 423 səhifəlik deyirlər bir kitabdır. Bu kitab Fransada saxlanır. Mən görüm ki, bunun, əgər burada bir şey, Mongols deyib, burada Moğul dilində ya Moğullar deyə yazıbdır. Gedib baxarıq, görürük ki, nədir? Kitabın əvvəl özünü görürük, diqqət buyursaz, kitab səhifəyə yerləşir, cildi göndür və dövrəsində nəxşəsi var imiş, işləndiyi üçün aradan gedibdir. Kitabı açıblar, cildin için görürük və burada səhifəsin. Bu səhifə PDF-də ki, yazılıbdır 423 səhifə. Dəqiqən həmandır ki, bu kitabı elə əvvəldən qoyublar. Əlbəttə, bu 2 səhifə ki, özləri Fransa dilində əlavə ediblər ondan. Amma kitabın hər halda, kitabın cildi də kitabdır hesab olur da. Yəni, kitabın ki, cildi olmayan, ona heç bəlkə doğru kitab demirlər. Yarımçılıq kitab deyirlər. Hər halda burada 1, 2, 3, 4 səhifə boşdur və ondan sonra gəlirik Cərrahnamə-i Türki kitabın adıdır. Kitab-ı Cərrahiyyətun Xaniyyətun bit-Türkiyyə əl-mərufi bi-Cərrahnamə fit-tibb. Kitabın əsl adı budur. Kitab-ı Cərrahiyyə-i Xaniyyədir, xanlar üçündür. Bit-Türkiyyə, Türkçü dilində əl-mərufi bi-Cərrahnamə fit-tibb. Kitabın adı Cərrahnamə fit-tibb. Əlbəttə, Türkçü olduğu üçün belə olmayacaq da, amma beləsi deyə. Bu kitabın adı Cərrahnamə fit-tibb. Fi-ət-tibb. Burada indi yazıları var, qeydib baxarıq, fələn səfələrə baxırıq, aşağıda da bir möhür var, Fransa möhüründə görürük. Bu kitab zahirən Osmanlının dərbarında olsun, çünki
o Osmanlının imzası, Toğrası burada da bir az fərqlə burada gəlibdir. İkinci səhifədə görürük ki, kitabın əsli yazısı başlanır. Bismillahirrahmanirrahim. Bunun Osmanlıda, Azərbaycanda, Moğolistanda və Əfqanistan, Moğolistan deməyək, Türkistanda. Çünki Türkistan deyəndə Çindən tutur ta gəlir Azərbaycanacan. Bugünkü Azərbaycanacan yox. 300-500 il bundan qabaqki Azərbaycanacan. İndiki Azərbaycan və indiki İran o Azərbaycanın bir parçasıdır, çox kiçik parçası. Məsələn, 10 metrdən 1 metridir deyək. Beləsi desək daha yaxşıdır. Kitab onlarda bilirik ki, bir təzhibkarlıq olurdu, təzhib olurdu kitabın üstündə başlanğıcında. Burada o yoxdur. Dövrəsində 2 xətt ilə qırmızı xətt çəkiblər, çərçivə düzəldiblər, içində başlayıb yazmağa. Cəlib budur ki, bu kitab həm ərəbcəni, həm türkcəni üstünə səsin qoyub, eyrab qoyubdur və bunu istandart eləyib, səsi istandart eləyib. Çünki bizim ağzımızdan kəlmə çıxmır, bizim ağzımızdan səs çıxır. Biz onları bir-birinə yapışdırırıq, həm ağzımızda, həm də ki, eşidən onları bir-birinə yapışdırır və anlar ki, bu bir kəlmə oldu. Amma o səsləri biz təşxis veririk. Sonra görürük ki, bəzi yazılar qırmızıdır, qeydib gələrək görərik. Elə burada tarixi də gördüm, amma qalsın, sonra bunu danışarıq. Sonra görürük ki, 3-cü səhifədə, orada bir qırmızı yazılar vardı, elə onların üstünə səs qoyubdur. O da bunu göstərir ki, bu mətləb üstdəki qutarıbdır, aşağıdakı başlanmayıb, bu ortada başlanmaq üçün ya sözü dəyişdirir, ya deyir ki, nəyə görə danışacağıq, o haqqıdadır. Sonra aşağıda şeiri görürük ki, şeiri də misrələrə bölübdür, misrələri də salıbdır yenə çərçivənin arasına şey olubdur. Sonra babları gəlib deyibdir, burada da babları görürük. 4 səhifə, 5 səhifə, 6 səhifə, 7 səhifə, 8 səhifə, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22 səhifədə bu fəsl, hangi səfədə nə danışılacaqdır onun haqqında. Sonra bablar başlanır və qırmızı vəziyyətdə elə dediyim kimi səslərlə yazır. Çox gözəl bir xətt ilə yazır. Niyə gözəldir? Çünki bu xətti mən oxuya bilirəm. Nəqqaşi xətt deyil. Çox gözəl bir xətti oxumaq üçün mən bunu anlıram, bundan danışıram, bunun düşüncələrini alıram, özüm bunlara əlavə edirəm, ya bunlarla didişirəm və bəlkə də taza bir düşüncənin doğmağına məndə səbəb olur. Bu kitabı mən görmüşəm. Tamam, bu kitabı həman kitabdır. Cərrahnamə ki deyirəm, odur. Bunu orada görmüşəm. Onun üçün də bunun əgər əvvəlinə baxarıq, əvvəli fərq eləsə, əksilər həmandır. Mən əksilər yadımdadır. Mətni ox, bəli, bu kitabı mən görmüşəm. Amma bunun xətti ondan gözəldir. Nəysə, bunun xətti ondan çox gözəl gəlir mənə. Bir də nəzərimə gələn onda səs qoyulmamışdı, bunda səs qoyulubdur. Bu da çox təxəssüs olmaq. Burada məsələn bir əmburdəst kimi bir şeydir düzəldiblər, ucu uzun. Məsələn bundan bir əməli cərrahilik də zahirən gözün içindən ya belə bir şeydən ya burada ağzı məsələn göstərir. Həman kitabdır, biraz bəlkə fərqi də ola bilər, amma qeydib buna baxarıq. Mən yenə də əksləri göstərmək üçün bunları, hətta burada bir dəstgah göstərir ki, bir fərqli bir vəziyyətdədir. Mən yenə də bunları göstərmək üçün yavaş-yavaş gedirəm. İndi əgər bu kitabı öncədən oxumuş olsaq, mən burada bu əksi gördüyüm bir şey yadıma düşdü. Hara getdi? Burada. Burada bu oğlanın belində bir mərizçilik var, onu əməl eləyəcək. Amma diqqət eləsəz bu oğlanın belindən başının tükü gəlib belinin ortasınacan. Əski zamanlarda mən eşitdiyim qədər, bunu şah zamanı eşitmişəm, indi yox, mollalardan da eşitmişəm, oxumamışam, bir yerdə özüm görməmişəm. Onun üçün deyirəm ki, nəql olubdur və bilirsiniz, bu nəqillərin çoxu yalandır. Amma, məsələn, görürük ki, qədim oğlan uşaqları başlarının tükünü çox uzallardılar.
Və savaşda bir nəfər necə başının tükünü kəssəydilər, elə bir ki, özünün başını kəsiblər. Bu qədər əhəmiyyəti var idi erkək oğlanın başının tükünün uzun olmağı. İndi bir nəfər başını uzun eləyəndə bu İran yerdə görürsünüz deyir qız olubdu, filan olubdu, bəhman olubdu məsələn. Ya məsələn oğlanlar gözlərinin dövrəsinə sürmə çəkərdilər. Bu rəsm idi. Həzrəti Məhəmmədin haqqında deyirlər həm sürmə çəkərdi gözünə, həm də qulağına sırğa taxardı. Mən o Həzrəti Məhəmmədi ki, bir vəziyyət gəldi zehnimdə, gördüm, onu mən hiss elədim. Onda yox idi. Bunların heç birisi yox idi. Nə başı uzun idi, nə saqqalı uzun idi, nə də ki, qulağında küpəsi var idi, ya burnunda küpəsi var idi. Bunlar yox, gözündə də sürməsi yox idi. Əlbəttə, çox da gözünə baxmadım ki, dəqiq görəm. İndi onu deyəndə biraz şey olur, amma hər halda. Bunları dedim ki, bilaq o da, yəni biz insanların bəzən görürüz başının tükünü uzatmağın, qaşını almağı, almamağı. Yəni bunun nə rəbti vardı? Bir nəfər başını istir qaşını alsın. Məsələn, nə olsun bunu? Qaşının tükünü almaqla insanın nəyi dəyişər? Amma bizə qəzavət veriblər. Yəni bizə o rejim bizi bir-birimizin canına salmaq üçün, bizi bir-birimizi düşmən eləmək üçün o qaşını alır. O nə bilim, bir zaman xanımlar qaş gözünü alsaydı onlara pis söz deyirdilər. O cür bir millət. Hər halda burada da bir ayrı dəstgah görürük. Yenə də bir ayrı dəstgahdır. Bunları görürük. Burada bəli, çox şeylərdir. Yəni bu kitab fikrim ondan çoxdur. Mən bunu bu cürsü görürəm. Amma əkslər həmandır. Yəni əgər illaki bir şeylər burada değişmiş ola, onu bilmirəm. Bıçaqları burada əksini görürük, vəsilələrin əksini görürük. Cərrahlıq üçün olan vəsilələrin əksini görürük. Burada görürsünüz, yenə də o vəsilələrin hərəsini bir şeyə düzəldiblər ki, eləyə bilsinlər. Burada da bir neçəsini bir yerdə salıbdır, əksini salıb. 2, 4, 6, 8, 15 dana. Ya 16 dana. 16 dananın burada vəsilərin bir yerdə əksini qoyubdur ki, nədir? Burada da təzəşdən 2 dana ayrısını görürük ki, fərqlidirlər. Burada da əlbəttə onları ehtimal verirəm ki, onların izahıdır. Yox, fərqlidir. Burada vəsilələri göstərir. İzah edir ki, hangi vəsilə nədir, amma fərqli vəsilələr var. Bunları göstərir. Mən buracan bu əkslər, nəqqaşilər mənə çox tanış, miniaturdurlar da, nəqqaşi də deyirlər, əksi də deyirlər. Bunlar nəqqaşi miniaturdurlar. Belə o zaman ki, bu həddə çəkiblər, özü çox önəmlidir. Məsələn, bunların içində bəzən xanım da var. Yəni, onu əgər görsək, məsələn, bilmirəm, burada oğlandılar ya qızdılar, hər halda burada bunların o övrət qismətlərinə ya övrəteyni deyirlər ərəbcə, məhrəm qismətlərinə əməli cərrah. Burada bir xanımdır, bəli, 2 dana xanım, döktür də xanımdır, xanım da xanımdır, əməli cərrah edir, paltarları, zatları da çox şeydir, yəni. Burada da yenə bir xanım qızdır, ehtimalən. Əməli cərrahi qız uşağı, bu da böyük bir xanımdır. Bunların da əməl vəsailləri burada göstərir ki, nə ilə açırlar, nə ilə baxırlar. Yenə burada bir ayrısıdır. Bunları mən görmüşəm o birisi kitabda. Əlbəttə, məsələn, bu əksi görməmişəm, bu calibdir. Bu nəqqaşı yadıma gəlmirdi, amma bu nəqqaşı yadıma gəldi. Bu da yadıma gəlir. Bunları görmüşəm. Bunları mən görmüşəm. Ehtimalən bəzisi yadımdan çıxıbdır. Hələ də çox huşlu başlı, fərasatlı bir adam deyiləm ki, deyəm, hər şey yadımda qalır. Amma burada yenə bir ayrı əbzar, vəsaili ki, xanımlar üçün işlənir. Ehtimalən oxumadığım üçün demirəm. Onların əksini gördük, nəqqaşısını gördük. Yenə görürük bunları, saysaydıq elə təqribən bunlar şey olardı, yəni neçə yüz danadır, onu göstərərdi.
mən əgər qeyd edəndə bəlkə sayam, yəni saysaq əlbəttə çox seçəcək, çünki buradan hələ biz 325 səhviyyə baxmışıq. Bir də qeysaq bunları saysaq fikirəm ki, yenə də burada vəsailləri görürük və yəni o əbzar alatı görürük, tozih verir, məruzçılıqları da əlbəttə görürük ki, adamları da bu kitabı görmüşəm mən. Bu kitabı görmüşəm. Gözəlliyi və yəni neçə yüz il bundan öncə yazılıbdı. İndi onu deyəcəyəm xidmətinizə. .400-cü səhifəsinə gəldik, çıxdıq. Burada da bir ayrı dəstgah deyiləm ki, məsələn fizioterapi dəstgahı kimi bir dəstgahlardır. Adamı oradan asıblar ya bağlayıblar. Burada da ehtimalən hər halda yəni oğlan qızlığını təşxis verə bilmirəm. Kitab qutardı burada. Kitabın sonuna gəldik. Burada cildin görürük. Qeydaq əvvələ. Mən də bunun nəqqaşlarını saymayayım. Yəni saysam fikirəm ki, gərək bir çox gedim kitabın əvvəlindən axirində sonra gəlirəm oxuyaram. Əgər oxumuş olsam dahi bunu şey eləmərəm. Bunun əvvəli fərqlidir qət'ən. Yəni bu görməmişdim bunu. Kitabın adı dedi ki Cərrahnamə-i Türki, üstündə də xətt çəkiblər, təzaşdan yazıb Kitab-ı Cərrahiyyə Xaniyyə bit-Türkiyyə əl-mə'rufi bi Cərrahnamə-i fit-Tibb. Burada bir dənə da ayrı bir mətn yazıbdır. Görək bu mətn nə mənədir. Mən bu mətni görüm oxuya bilirəm. 1277-də bir dənə Cəmadül Axər də bunu bir yazıblar. Amma görək ki bu nədir? Məclisi tənzimati əzasından Yaxsəncizadə Məhəmməd Elmi Əfəndi. İş bu kitabı tibbi Müsyo Birjuden cənablərinə bir vəc yadigar vermiş olduğu bu məcəllə-i şərh olun. Tamam, bunu oxumuşduq. Elə o zaman da bunu oxumuşduq. İndi yadıma düşdü ki, Məclisi Tənzimat Osmanlıda Məclis Şurayı Milli dediyimiz ki, İranda olubdu ondan bir 5 il sonra. Məclisi Tənzimat əzasından Yəsəncizadə belə bir şeydir. Məhəmməd Əli Əfəndi. Məhəmməd Əli Yəsəncizadə Əfəndi iş bu kitabı təbib misyoda gəlmişmiş, ona təqdim eləyibdir. Bunu aparsan Fransaya. Adam yəni millətin mən bir məqalə yazıram, dəqiqən budur. Milləti tarac eləyibdir. Xaindirlər də, bunlar xaindirlər. Bu töhfə vermək müsəlmanlarda bilmirəm niyə dəb olubdur. Məsələn, Amerikada əgər rəis cümhura, əgər səhv eləmişsəm, $10,000 yuxarı bir şey versələr, o gərək gedə xəzaniyə, gərək gedə dövlətin muzəsinə. Yəni, və siz məsələn birdən Amerikanın rəis cümhurunu gedir görmağına, o Azərbaycan rəis cümhuru nə gətirmişdi ona töhfə bilmirəm, amma bu ona böhf verdi. Özünün əksi olan bölgü ki, məsələn, yap baha olsa olar məsələn $10, ondan məsələn ona verdi ki, şey eləyə. Yəni bunlar verməzlər. Çünki belə dədəsinin dövlətin cibindən çıxada bilmir. Hesab kitabı var. İrana baxmayın, ya ərəb məmləkətlərə baxmayın ki, adamda hesabı kitabı yoxdur, adam heç yerə hesab kitab vermir. Bu kitabı 1277-də məmləkətdən çıxartdırıblar. 1871-də də burada bir tarix vurublar, nədir bilmirəm. Burada Osmanlı dediyimiz möhür buradır, tamğa məclisinki olacaqdır, elə o tamğa buradadır, amma oxuya bilmərəm bunu, onun üçün gedək. Kitabın özündən bir baxışlayaq, görək, biraz oxuyaq, görək, həman kitabdır. Əlbəttə ki, mənə gəlir həman kitabdır, amma Bismillahirrahmanirrahim və bihi nəstəin.
حمد بی حد و ثنای بی عد اول ذات احد صفات صمد بیان وصفی لم یلد و لم یولد و لم یکن له کفوا احد Allah'ın hazretine olsun kim mecmui meknunat kainatın meknunat kainen men kane minel insi vel canni bi emri kun fekane sahray edemden hayyizi vücude getirdi. Yeryüzünde envai nebatat bitirdi. İnsana aklu idrak verdi. Kalbü ol nebatatın havasına getirdi. Kalbü ol nebatatın havasına getirdi. Ve salavatü teyyibatü namiyat ol hatemün nebiyyin habibi Rabbül alemin Muhammed Mustafa'nın üzerine olsun kim ümmetini şirki çirkinden rahmetü beşaret suyuyla yudi ve geracü begüklerini bu ne demektir? Geracü göbeklerini sirac iman nuruyla münevver ve kademlerini silki şeriat üzerine mukarrer kıldı. Bu geracü begünlerini geracün begünleri olacak ihtimalen. Geracün cücüllerini geracün ihtimalen bu tekrar olubdur. Gönüllerini yani. Gönüllerini ihtimalen bu cür olacaqdır ki deyir ki Hz. Muhammed Mustafa'nın üzerine olsun kim ümmetini şirk-i çirkinden rahmetü bişaret suyuyla yudi ve qara gönüllerini sirac-ı iman nuri ile münevver ve qədəmlərini silki şeriat üzerine müqərrər kıldı. O gönüllerdi kafi bir səfənin xəttinin axirində bir də əvvəlində yazıbdı. Ona göre biraz zor oldu onun okuması. Ve ali ve ashabi ve etbai ve eşyai üzerine olsun. Hatta eşyasına da selam gönderdi. Hazreti Muhammed'in deyək ki, əbasına, əsasına da belə nə'lininə də salam salavat gönderdi. Bə'd, qurtardı. İndi burada bə'di qırmızı yazıbdı. Gedir şeyə. Bə'd az həmdi xuda ve durudi Mustafa. Ey talib, ey öğrenen, ey tələbə, ey danışçu. Ey talib ba sefa bülünə kim hicreti nəbəviyyənin əni tarixi müstəfəviyyə. Hicreti nəbəviyyə nə deməkdir? Tarixi müstəfəviyyənin 870 yılı olmuşdu. Pəs ha zaman bu kitabı yazıbdı? 870'də. 870 Hicriye Qəməri. Tarixi Müstəfəviyyənin 870 yılı olmuşdu kim? Ol Süleyman Taxt İskəndərbəxt daradar Rüstəm Şikar Firidun fər müzəffər zafer padişahi بحری بر سلاله سلاطین خاصة الماء و التین خلاصة الماء و التین شاهنشاه زمان زمین خللی زلی çölge zilli Rabbül alemin naşiril emni vel eman başirül adli vel ihsan gahirül kefereti vel fecereti ve tuğyan Sultan İbni Sultan Khan İbni Khan Sultan oğlu Sultan Khan oğlu Khan Mehmed Khan İbni Murad Khan Al Osman. Pes Sultan
İndi burada biz bir iş görək. Sultan Məhəmməd Xan ibn Sultan Murad Xan Ali Osman. Tamam. Xəlladallahu səltənətəhu və əbbədə dövlətəhu ya Rabbi. Derman seriri səltənət və bəsat mədələt üzərində müqərrər və əadi üzərinə müzəffərdir. Kim bu zəifun nəhif əhvəcun nas, özünün adını deyəcək inşallah. Şərəfüddin ibn Ali ibn Əlhac İlyas. Adı nə mənədir? Yazar bu çağ idi üstəki. Bu da yazar kimdir? Şərəfüddin ibn Ali. O Ali də dədəsinin adı kimdir? Hac İlyas. Əlhac İlyas. Əfəllahu ənhüm behürmətin nəbiyyi vəl-Abbas. Əl-Müləqqəbi kimdir bunun adı? Müləqqəb. Ləqəbi nədir? Be Sabunçu oğlu. Sabunçu oğlu. Tamam, bu yazarın adı Şərəfüddin Sabunçu oğludur. Dədəsinin adı nədir? Əlidir. Əlinin dədəsinin adı nədir? Hacı İlyasdır. Beləsi bir kitabla, indi bu bir iş görəcək biz. Dedi ki, bu kitabı 870-i Müstəfəvidə yazıbdır. İlin adına Müstəfəvi deyibdir. Deməyibdir ki, Qəməri, Hicri. Hicrini deyibdir, amma deyibdir Tarixi Müstəfəviyyə, Hicrət-i Nəbəviyyə, Tarixi Müstəfəviyyə. İndi bu, biz gedək bir iş görək ki, bu düzdür, o tarixlə nə qədər fərqi vardır. Deyək ki, hardan deyirik? Sultan Məhəmməd Xan ibn Sultan Murad kimdir? Sultan Məhəmməd Xan ibn Sultan Murad Xan haqda məni bilgiləndir. Tarixləri də Qəməri, Hicri yaz. Daha bir də deyəcəkdim. Mənə olan cavablarını da Türkcə, Ərəbcə əlifbası ilə, burada deyək ki, Osmanlını daha rahat var. Osmanlıca yaz. Tamam, göndərək görək ki, nə deyir. Baş üstə. Aşağıda Sultan Məhəmməd Xan ibn Sultan Murad Xan, yəni Fatih Sultan Məhəmməd, Mühəmməd-i Sani haqqında məlumatları Qəməri Hicri tarixi ilə və Türkcə, Ərəbcə əlifbası, yəni Osmanlıca ilə yazıram. Sultan Məhəmməd Xan ibn Sultan Murad Xan, Məhəmməd-i Sani, Fatih, namı və nəsəbi, Sultan Məhəmməd Xan ibn Sultan Murad Xan ibn Sultan Məhəmməd-i Çələbi. Osmanlı dövlətinin 7-ci padişahıdır. Doğumu, burada indi Mars yazıbdır. 30 Marsi 1432-də doğulubdur. 8 Rəcəbi 835-də. Dedi, bu kitabı ha zaman yazıbdır? 870-də. Bu adam 835-də doğulubdur. Yəni Sultan Məhəmməd Xan doğum 8 Rəcəbi 835 Hicri qəməri. Ölüm vəfatı 3 May 1481. Orada
maşallah əcəb ömr eləyibdi. 32 orada qələt yazıbdı. Aha, yox, düzdür. 81 çox da uzun eləməyibdir. 1400-də 1800. Yəni 50 ilə hududən 50 il 50 49 ilcə ömr eləyibdi. Vəfatı da odur 4 Rəbiül əvvəli 886 Hicri qəməridə də Allahın rəhmətinə gedibdi. Yəni 35-də doğulub, 86-da ölübdü. 51 il ömr eləyibdi. Gəbzə yaxınlarında bir yerdə dəfni İstanbulda Fatih Caminin yanında. Səltənəti birinci dəfə səltənət, iki dəfə səltənət edibdi. Bu dizisində də bunu görmüşük. Bir dəfə 844-dən 848-ə, yəni 4 il səltənət edibdi. Sonra dədəsi Tazaşdan gedib üstə buçuq yaşda padişah olmuş. Sonra pedəri Sultan Murad xan təkrar taxta çıxmışdır. İkinci və əsl səltənəti 855-dən başlayıb 886-ya can. Bu kitabda 870-də yazılıbdır. Yəni doğru bir zamanda yazılıbdır. Buradan bildik bu kitab hangi tarixdə yazılıbdır. Tarixdə düz çıxır bundan. Çünki Sultan Məhəmməd Fatihin demək olar ki 15 il hakimiyyətindən hələ ömründən qalır. Amma şahlığının 55 ilə 70 arasında 15 ildə orada var. 15 il şahlığından sonra əslində İstanbulu zadı alıbdı. Onda şeydir. İstanbulun fəthi 20 Cəmaədül əvvəl 1857-də alıbdı İstanbulu. Bu da 70-də yazıbdı da. Yəni 13 il sonra bu kitab yazılacaqmış. Tüm bu kitabı oxumuşuq qabaqdan. Mən istəmirəm ki, bunu gedim. Əlbəttə, ərəbcə, farsca, yunanca, latincə və türkcə bilirdi. Yəni, bu şah ərəbcə, farsca, yəni diqqət buyurun, şahlıq ki, deyirik, ağıllı idi, illəti bu idi. Əvvələ mühəndis adam. İkinci, ərəbcə, farsca, yunanca, latincə, türkcə öz ana dilidir. 5 dili bilirdi, oxurdu. Yəni, belə bir adam. Bu adam gəlibdi, islahat edibdi, qanun yazıbdı. İkinci adamdır ki, Osmanlıda qanun yazır. Üləma və filsuflardan himayət edibdi, mədrəsələr, kitabxanalar vəqf edibdi. Qrupdur. Yəni, böyük bir ağıl üzünə çalışıbdı. Mühəndislikdə çox güclü əli var imiş. Topları zadları, tüfəkləri zadları özü bəzən tərrahlıq edibdi. Bu kitabı üçün qabaq sonra oxumuşuq. Daha istəmirəm bunda vaxt qoyaq. Bundan tanışmışdıq. Çox da indi də bir xülasə görsətdik. Bundan belə 38 dəqiqə, 39 dəqiqə vaxtımız bura getdi. Tamam. Bu qədər görər bu birinci kitab. İndi burada ikinci kitabı yazaq ki, görək bu ikinci kitab şansımıza hangi kitab çıxır. Divan-ı Sabit Əfəndi. Sabit Əfəndinin divanına bir baxaq, görək ki, bunu da görmüşük ya yox. Bu kitabı yenə də sürətlə, əlbəttə bu da 145 səhifədir. Görək ki, yəni bunu ikiyə çarpacağıq, zərb eləyəcək ikiyə. Niyə? Çünki hər səhifə PDF-in səhifəsində 2 səhifə kitabdan qoyublar. Külliyat-ı Divan-ı Sabit Əfəndi. Bunun da adı Külliyat-ı Divan-ı Sabit Əfəndidir. Bunun Türk Cumhuriyyətinin möhrü bunun üstündədir. Süleymaniyə kitabxanasının möhrü bunun üstündədir. Burada da bir şeylər yazılıb, qeydib baxarıq. Kitab Osmanlı dövründə yazıldığı üçün bəllidir. Yəni, bilmirəm niyə bu kitabın əvvəlində o yoxdur. Bəlkə o birisində var idi. Bu bir nüsxə ola bilər. Aha, o kitabı mən bir də qeydim, onun axirinə də baxım. Çünki əgər onun nüsxə olsa, bəlkə nüsxə də ona bir tarix qoymuş olar.
Görək burada nə yazıb? Təmməl kitab və unillahil məlikil vəhhab ələ yədil müəllifi əzəfil ibad və əhvəcün nasi Şərəfiddin ibn Əli ibn Hac İlyas əfəllahu ənhum ki, Hacı İlyasın nəvəsidir bu. Bi hürmətin nəbiyyi vəl Əbbas əl-mənsubi bi təbabəti Darüşşəfai fi məhrusətil amasiyyə Amasiyyədə olurmuş. Hərəsəhallahu ənil aqa afati vəl bəliyyə səni səb'inə və səmanə mi'ə minəl hicrətin nəbəviyyəti səfəviyyə sallallahu aleyhi və aleyhi möhrü də dərbar vurubdur. Elə həman ildə ki, orada demişdi, həman ildə də burada neynədir? 870-də deyir ki, mən öz əlimlə yazdım. Bu elə onun öz əlinin yazısıdır. Yəni, əsli kitabdan şeydir. Ona görə bunu tamam, heç fərqi yoxdur. Amma nədən isə bu nəqqaşı ki, Osmanlı dövrəsində olur təzhib, o kitabda yoxdur, amma bu kitabda o təzhibi görürük. Dövrəsinin o çarçivələri çox, rəngi də çox, neçə dana xətt iləndir, saya bilməyəcəm, onu ki, məni bağışlayasınız. Kitabın o yüzdəki möhrü vurublar, çıxıbdır bu yüzə rəngi. Şeiri də əvvəldən başlanır. Bismillahı mən görmürəm. Şeirləri görürük. Bu kitab 300-290 səhifəyə bənzir. Və biraz o çarçüvə nazikləşdi. Amma fikirəm ki, elə tedadı, o sayı neçə dənə xəttə həman qalır. Amma bir-birinə daha yaxın çəkilər burada. Şeirlərin başlığı ya sonluğu, başlığı yox. Şeirin sonunda iki dana misrəyi bir-birinin altında, yəni bir qafiyəni iki misrədən təşkil tapır, onu bir-birinin altında yazır və kadra salır. Amma şeirlərin adları əgər varsa, onu qırmızı xəttinə yazır. Bunu burada görürük. Gözəl bir xəttinə yazılıbdır. Umaram ki, mən bu xətti oxuya bilərəm. Hər halda çətin xətt deyil nəzərimə gələn, amma biraz su geçdiyi üçün bəzi yerlərdə çətin görünür. Tarix vurub burada, onu da burada oxuyayım. Məsələn, bu şeirə, buradan bu üzə tarix vurubdur. Cəlibdir, buradan diqqət eləməmişdim. Məsələn, burada yazıb ki, Tarixi Culusi Sultan Süleyman 1090. 7 nəminə qeybi tarix 1099. Bu kitab soru olubdur. Çünki mən bunu əlbəttə əvvəldən baxmadım. Məsələn, burada şeirlərə indi baxıram. Qeyddim biraz, bunlarda yoxdur. Bunlarda yoxdur, qeydirəm. Təzəşdən davam edirəm. Məsələn, buradan başlayır, yəni PDF-in 40-cı səhifəsindən başlayır tarix qoymağa. Burada 1119-u görürük. Bir şey də yazıb burada, əlbəttə, məsələn, Bərcəla Cami Əli Paşa, burada o cür bir şey yazıbdır. Aşağıda bir ayrısını görürük, 1114 də elə bir. Bu birisi səhifədə 1135 ya 25, onu oxumaqda 1119-u yenə görürük burada. Şeirləri nə cürdür beləsi tarixlər, burada 1118-dir, burada 1117-dir, bu səhifədə burada 1115-dir, 115-dir, 1114-dür, 15-dir, 11, 1010, 1101, 1101-dir, 1112-dir, 1099-dur, 1108-dir, 1110-dur. Burada tarixləri daha təkrar eləməyim. Bəllidir, bu kitab, məsələn, şeirlər içi qoyubdur, ən əşğası 1090 gördüm. Mən bundan əşğasını buracan görməmişəm, görsəm deyərəm. Yuxarısı da ki, geri xaracan gedəcəkdir. Burada yenə 90 təkrar olubdur, 106 da 90 hədəf eləndi. Şeydir da. 1090, 1106, bəli, 100-ə geçir ondan sonra. Bunların hamısında tarix vardı. Yəni, bunları mən şeirlərdə tarixlərə baxıram, davam edir. Amma bu da biraz uzaldacaqdır bu kitabın beləsi baxmağına. Burada 1125-dir ya 35-dir. O bir cür yazıb ki, o məmulən mənim dədəmdə 20 ilə 30-u elə yazardı rəhmətlik. Dedəm ki, Allah rəhmət eləsin, qəbrinə nur olsun, yeri Allahın yanı olsun. O da elə yazardı ki,
mən deyərdim ki, ya 3-dür ya 2-dir. Yəni qalardım həmişə arasında o iki dənənin. Bunlarda dahi xətt qoymayıbdı. Cəlib bunlarda tarix qoymayıbdı. Kitabın sonuna gəldik elə bir, amma sonu deyil. Kitabın ortasında kitab qurtardı. Kitab qurtardı, Tazaşdan bir ayrısı başladı. Tazaşdan bir ayrı kitab başladı. Bu nə deməkdir? Bunu da bilmirəm. Burada kitab neçinci səhifədə qurtardı? Bunu deyək. 45-ci səhifə, PDF-in 45-ci, yəni 90-cı səhifədə kitab qurtardı. Divan, sonra gəlib baxarıq. Bunu əlbəttə yazaq ki, 2 divan burada ehtimalən bu 2 divandan ibarət olacaqdır. Yenə də aynı. Əcəba bu aynıdır. Yəni nəqqaşiləri, yəni təzhibi fərqlidir. Bu təzhib ki işləyiblər o fərqlidir. Amma əcəba aynı kitabın ikinci xəttidir. Gedin baxın. Xoşa fərxundə əxtər Leylə mümtaz müstəsna. Həman deyil, yox. Qeysə mən əgər o 90-a geçsəm, yəni 45-ə geçsəm, tamam. Həmdü sipasu minnət o sultanə seyyida. Tamam, bu o deyil, forməti də fərqlidir əvvəldə. Ona görə bu başqa bir kitabdır ya da həman adam yazıbdır. Onu baxmalıyıq, tapmalıyıq ki, bu kimdir və şey olubdur. Əlbəttə dedim, kaş mən ədəbiyyatda əlim olaydı, biləydim ki, məsələn, hangi şairin kitablarını tapamırıq. Onları adam burada mən indi onları tapmağa bu fürsətim var. Yəni çünki Türkiyədə bunları oxumayıblar. Ona görə də tapmayıblar. Bu mərtəbə sərkatibi Nədim Əfəndiyə nəzirədir. Ba fərman-ı ali. Ba fərman ali. Burada bir şey, bu yazanın əgər edə bilsək tapaq, şairlər məmulən öz adlarını yazarlar. Qeydib baxarıq buna da, görərək ki, bu da şeirləri dahi fərqlidir oraya ilə. Orada deyir ki, hər şeirin sonundakı beyti çərçivəyə salırdı, bu da salır. Amma o hər şeirin başında bir ad yazsaydı, qırmızı rəngi ilə yazırdı, bu onu yazmır. Əlbəttə burada onun için dedim, indi burada qətələri məsələn yazıb ki, İbtida müqəttəat, qətə bunları yazıbdır qırmızı xəttinə, rubaiyat deyə başlıq qoyubdur. Sonra da məsələn rubailəri götürübdür, burada şeyə salıbdır. Elə bil elə həman adamın olacaq, amma şeirinin fərqi dəyişdiyi üçün, vəzni dəyişdiyi üçün ehtimalən 2 dənə şeyə qoyublar. Yenə 116, yəni 232-ci səhifədə yenə də kitab qurtardı. Bu divanın ikinci hissəsi qurtardı. Üçüncü hissəsi 117 PDF ya 234 kitabın 234-cü səhifəsində başladı. İbtida ol humadur tevhid bari. Buradan başlayır. Yenə də fərqli bir şeydir. Əcəba bu neçə dənə kitab yazıbdır? Münacat. Burada da gəlir münacatlarına ehtimalən. Orada əvvəldə ehtimalən qəzəllərdir, sonra rubailərdir, sonra bilmirəm nə cürdür. Mən bunları bilmədiyim üçün də deyə bilmirəm. Burada da yenə qırmızı ilə yazılıbdır. Bəzi şey yerləri, məsələn burada Miraciyyə deyə bir şeir yazıbdır, bəllidir. Burada tarix qoymayıbdır. Onlarda tarix var idi, bunlarda tarix görmürəm. Dərsitayiş Şeyxül İslam. Orada da bir Şeyxül İslam'a sitayiş var idi. Burada da Şeyxül İslam'a belə tərif yazıbdır. Calibdir, 132-də yenə kitab qurtardı. Və 133 PDF-in 133-ündə Tazaşdan 4-cü kitab başladı. İbtidai ədhəmi həmandır, humadır, nədir, belə bir şeydir, humayədir, belə bir şeydir. Bu da buradan başlayır və bu da əlbəttə kiçik olacaqdır, çox da uzun şey. Əlbəttə bu çox qəsidəyə bənzər. Yəni qəsidə dediyim, yəni nə demək istəyirəm? Mən bilmirəm qəsidə nədir. Çox uzun şeirdir. Yəni dalbadal elə cüzü müsəlsəl var, davam eləyibdi və kitab da 37-də qurtardı. Kamil kitab qurtardı. Burada yox, qurtarmadı. Bir ayrı səfə buradan başladı. Bir ayrı kitab Tazaşdan sərb edin. Qəsidə burada qurtarır. Ehtimalən kitab bu qəsidə bölümünün
bir nameyi Sabit Ali Efendi. Sabit Ali Efendi bu da elə onun kitabıdır. Pəs bu da Sabit Efendinin kitabı olsa, bu da Tacaşdan 4-cüsü ya 5-cisi oldu. Gəldik və kitab qutardı. Sonunda yetişdik bura. Qutardı. Cildindən də əks əvvəlindən sonundan salmayıbdı. Yəni 4 səhifəsi kitab cildi olacaqdı. Onları əksini salmadığı üçün biz onu görmürük. Kitabın adı. Ad Divan Külliyat. Külliyat Divan Sabit Efendi. Şamildir. Şamildir nə məniyə? 4 bölüm. Ya 4 mücəlləd əşara. Beləsi yazaq. Burada bir şey yazıb görək bu nə mənədir? Əstəciru əl-fəqir Hamdullah İbni Mustafa. Bu nə mənədir? İstəhbəbdir, nədir? Belə bir şeydir. Əlbəttə oxuya bilmirəm. Hamdullah İbni Mustafa bu kitabın sahibi olub. Hər halda beləsi deyək. Möhrü də burada bir dənə möhrü vurubdur. Seyyid Hamdullah. Seyyid Hamdullahı da burada vurubdur. Möhrün vurub buna. Kitabın sahibidir. Sümmə, aha, o İstəshəbə, ehtimalən belə olacaqdır. İstəshəbə əl-fəqir, sahiblandı fəqir Hamdullah ibn Mustafa. Əvvəl bu sahibiymiş. Sonra deyir ki, sümmə təməlləkəhul fəqir əs-Seyyid Məhəmməd Əmin İzmiri. 1247-də də gedib bunun əlinə. Əlbəttə, ehtimalən tarix deyil. Bu 247 səhifə deyərək bunu qoy. Bəli, 247 səhifə deyərək bunu yazıbdır. Tarix deyil. Burada da Seyyid Məhəmməd Əmin, burada bunu möhrüdə vurubdur. Pəs əvvəl bu adamdır, sonra da bu adam ondan alıbdır. Bu iki nəfərin bilirik ki, əllərin ələ geçibdir. Bu kitab indi Türkiyədə Süleymaniyyə kitabxanasında saxlanır. Biraz bunu kiçildək ki, eləyə bilək kitabın geçək özünə, özün oxumağa gedək. Tamam, bunu Tacaşdan keçirtməliyik. Dedik, bu Osmanlı dövrəsində nəqqaşləri o modeldə yazılıbdır. Əgər eləyə bilsək bunu oxuyaq. Xətti biraz şeydir, elə bir məsələn su dəyibdir, dağılıbdır rəng. Ya da ki, cöhər məsələn suluymuş. Xoşa fərqunda əxtər. Mən xoşa oxuram, amma xuna oxunur. Ya mən beləsi oxunur. Amma xoşa fərqunda əxtər Leyli-i mümtaz-u müstəsna ki unvan bərat qədri bədru sərsuri əsra ya sirri suri əsra da ola bilər. Ki unvan bərati qədri bədri sirri suri əsra. Şəfəq ruyi ərusu mührü bər gülcün əsti. Tətəq əsti. Nə mənədir bu? Tətəq əsti. Belə bir şey çıxır. Əcəba bu. Şəfəq ruyi ərusu mührü bər gülcün notok da ola bilər. Notok əsti. Dəstə, notqu da iki dəstəli teynəndi. Bu o cürsü deyil. Oxuyamirəm bu nə deməkdir. Kəvakib sahibi verdi bi nəhayət gövhəri yekda. Məni vermir mənə. Kəvakib saci. Kəvahib saci verdi bi nəhayət gövhəri yekta. Yektaya hətta bəlkə.
یکتا، عاده یکتا. ve cülü cüm gemer decül cürmi gemer bir cuş olup bahri siyahi şam. Bilmirəm nə demək, yəni anlamıram. Xətti oxuyamıram, xətt qarışıqdır. Bir altun yülli mahi teşərə atdı mucə dərya. Anlamıram bunu. Bir altın pullu mahi teşərə atdı mucəyi dərya. Zamanə giydi tarixi qəbayi zərnigar üzrə. Zamanə giydi tarixi qəbayi zərnigar üzrə. Cəvahir yeklə birlə bir çiçəkli ənbərin xara. Burada əslən oxuya bilməm. Cəvahir nə mənə birlərlə, məsələn cəvahir yek oxunmur. Bitirdi kuhi rəxşan mehri zülmət şəbdə. Bitirdi kuhi rəxşan mehri zülmət şəbdə. Nolə mutər yaqut ani ararsə xad dünyada dünya oxunmur. Bu səhifəni oxuya bilmədim. Ən azından deyim ki, buranı oxuya bilmədim. Kitab burada şeydir. Ərz elədiyim kimi ya su gəlibdir, çünki ya da ki rəngi suyu çoxumuş cöhərin, rəngi qatışıbdır. Mən oxuya bilmirəm. Əslində oxuya da bilərəm, amma vaqiyyət budur ki, dərk eləmirəm ki, düz oxuram. Yəni bilirəm ki, düz oxunmur. Kəvakib sənməkim pərvanələrdir, almış ətrafın. Ma qiycəyi şəm'i mah purfuruği taruma vala. Məsələn, maqicə nə deməkdir, bilmirəm ki. Qalanını oxuram, amma burasını yox. Bu təsxir almış keşveri Keyxosro ruzi eder mumi şenakim افراسیاب لیله zulma. Tamam, buranı geçək. Oxuyamıram buranı. Gedək bir səhifəyə ki, oxuya bilək. Amma istəyirdim görüm burada bir şey desə. Burada əlbəttə kitabın haqqında bir şey deyibdi. O şəb zəbt etdilər tarix mi'rac müəllahi müdavimin ya müdavimətin ilə kitab u divanxanə məna. Tamam, mən buranı oxuya bilmədim. Gedək. Burada Rəsul-i Muctəba Həmd-i Nəbi Əfzəl-u Əmcəd Həbibi Haqq Muhammed Tajdar Əfzəl-i Taha. O şəhənşah-i fərmanran-i özünün risaləti kim. Negin-i hikmətin altindədir dünya və ma fiha. Səmənd-i qədrinə əflak altın yülli yanacaqdır ehtimalən. Qitasidir o nəcmi türridir asman yer bira. Sırışt zat paçi tin məxtumi nübüvvətdir, nişanidir mübarək ərqəsində, arxasında xatəmi ziba.
Burada Həzrəti Məhəmmədin haqqında sallallahu aleyhi və səlləmin haqqında o şeirdir. Oxuya bilmirəm. İstəmirəm ki, xarablayam. Ona görə buradan da getirəm. Harimi Kəbə-i Ulyadə dövlətlə, səadətlə saray ümməhati oldu. Ol şəb Həzrətə məva. Gəlib nagəh bir bəridی. Gəlib nagəh bəridی Rəbb-i İzzət Həzrəti Cəbrəyil. Dedi ey باعث ایجاد صنع جمله اشیا. سلام etdi hubabi cenab olacaqdı. Selam etdi cenab-i kibriya tevfir o izzətlə, tevqir o izzətlə. Qartışdığı üçün bilmirəm, lüğətlərdə, nüqtələr də yerləri dəyişikdir. Sana bir rəxş rizvani təracah eylədi ə'ta. Tamam, burada Həzrət Məhəmmədə gedək bəlkə bir yer daha yaxşı oğla. Özəlliklə biraz yenə də Həzrəti Məhəmmədin haqqında yazıbdır burada. Onu da yazdığı üçün göylüm istər oxuyam, amma vaqiət budur ki, savadım yetişmir oxumağa. Şərəf pəzir risalət zatidir. Şərəf pəzir risalət که ذاتدر مطلوح مقیداتی شنو بدیعدن مقصود. Müqəyyədat düz gəlir. Müqəyyədati şənu bədiədən məqsud. Oxuya bilmirəm. Kəlmələri təşxis verəmirəm. مدامکاری سهو و خطایه ذاتدر کفیل لطف زمین کرم دم موعود. Yenə hələfeylə Həzrəti Rəsulun haqqında deyir bunları. Kitaba çox. Umarım ki, buradan bizi biraz yaxçılaşsın. Hələfeylən burada da yenə elə Həzrəti Rəsulun haqqındadır. Belə görünür ki, Rəsul-i Əkrəm əfzal Muhammed Mürsəl mal cوهر اول نتیجه تفصیل. Yəni واقعا təşxis, yəni bu qədər savadsızlıq biraz çox acıdır. Çox acıdır insafən. Çətin xətt deyil. Dediyim kimi bunu oxumaq istir. Biraz nədən isə bilmirəm niyə üzümə zor gətirmirəm ki, bunu oxuyam. Fəzai xuldudə beş var gibi nefir be kef turur qayində sər mehter anun İsrafil. Yedi cihan harim behişt و صف در فصل صف در صف yedik cihan ya da yedekciyan hemen yedekciyan harim behişt صف در صف لجام زرین ile در کف birer براق cemil. Birer cemil. Birer hərəsinin bir. Zərayif hülal adən ilə əfazil Quds
توجه etti در لطف له قبیل قبیل هزار عزت و تعظیم ile امائل انس götürdü فرق felek saye yüzden اکلیل. Biraz özümüzə zəhmət versək, darıxmasaq, oxumağı olar. Yəni elə deyil ki, deyək, oxunmağı zordur. Biraz bəlkə məsələn Dəndane Ləzzatlar oxunmur, nöqtələr yerində deyil. Kəlmələri bir-birinə yapışdırıbdır. Yəni məsələn Fələk Sayə bir kəlmədir. Mən bunu bir yazılıbdır. Məsələn beləsi. Yəni bunları dözsaq təbii ki ola bilər. Zərrinə tasi bəstəri ya da besəri şatiran həzrət ilə. Zərrinə tas besər şatiran həzrət ilə. نول رکاب همایونه düşse میکائیل علوب اعاظم ارواح قدسی عزت ile خلود منصبی تبرئه geldi Ezrail تبریکه geldi مثلا تبریکه جری oxunaq تبریکه geldi Ezrail یا İsrail طریق خلد برین üzre اسکر ملکوت سلامت تردی علوب صف کشیده تنجیل یا به təcbil. Məsələn bunu oxuya bilmirəm. Yəni savadım yetişmir kəlməni oxumağa. Ərəbcədə əlbəttə, mənim də ərəbcəsində bu, yəni bu qədər də savadım yoxdur. Bütün əkabir divanxani cəbərut rikabinə yapışıb damenin eder takbil ya takbil yani kabul takbil kabul خمستان جنانون خمستان جنانون یا خمستان جنانون سویلجیش رزوان سویو لجیش جیش oxumuşdum, qələtdir o, qətən ceyş deyil. خمستان زنانون سویو لحبیب رزوان لحبیب olacaq ehtimalən سرای خاصنون Kösər başından aldı səbil. Saray xassənin Kösər başından aldı səbil. Tamam zeyb ilə zinət təraz olub qılman düşdü sədr çəmən səfə rəbi bəxil. Oxumaq olur. Yəni biraz darıxmasa adam oxuya bilir. Buyur sərir rəfi məqam məhmudə mələik eylədin ənva-i zib ilə təşvil. Buyur səadət ilə bargah mə'hudə cəmal mələklə müştaqdır xudای cəmil. Buyur dəlalət eşq ilə çuy cananə əgərçə kim görünün çuyə istəməz dəlil. Əgərçə kim görünün çuyə istəməz dəlil. Gürüb alaylə nüzhətə ey rizvanə Gürüb alaylə nüzhətə ey rizvanə olunca maideyi lütf kibriyaya nezil. Ösah ümmete burada şey olacaqdır.
əsan ümmətə nə qəd şəfaətün olacaq. Burada ehtimalən bu əsan nə deməkdir? Əsa. Mən üsyan oxusam bunu daha yaxşı olar. Üsyan ümmətə nə qəd ləqəd şəfaətün olacaq. Nə qəd olacaqdır? Üsyan oxusam bunu daha yaxşı gələr. Rizای حضرت باریه مایه توصیل bir akma vakfe bırakma vakfede hacı günah şumi gibi bırakma vakfede hacı günah şumi gibi فقیری موقفی محشرده خار و زار و ذلیل خمیرمایه فیض شفاعت احسانت خمیرمایه فیض شفاعت احسانت وجودی ضرب عمودی ایله اولمدین بستیل یا بسمیل احتمالا به لحظه olsun. Tamam. Bu kitap biraz yəni oxunar biraz mən bəzi kəlmələri düşünmədiyim üçün mənisini baş tapmadığım üçün zora düşürəm. Düzün axtarsanız orada zora düşməyim orada çox olur. Gəldim burada dərs-i Şeyxülislam Feyzullah Əfəndi. Bu Feyzullah Əfəndini tapsaq bu kitabın tarixini taparıq. Çünki bunu əlbəttə bundan qabaq hətmən şeyi deyibdi. Yəni şahı deyib Feyzülislama gəlmədən öncə buranı oxuyaq görək ki, bəlkə Sultanım Seyid də burada vardı əlbəttə. Buranı oxuyaq elə, yəni oradan qalanını oxuyaq. Şəfəqvəş iki əlim qanidə İsədə odum ol. Şəfəqvəş iki əlim qanidə İsədə odum ol. Bəyaz sübh şəfaətlə anda sən təxcil ya təxcil, bəli. Rəcimi və qayibi sərmanində sultanım rəcimi vəfayib vəfasız vəsa sərmayəndə sultanım. Baş tapmıram nəğmədə vaxtı. Yəni bu rəcim sözü bir şeydir. Vəfayib vəfa sərmayəndə sultanım nicah-ı şərmi bətər etmə turulə təxcil. Bu sətirdən əslən bu beytidən baş tapmadım nə deməkdir. Kəlmələri oxuya bilmədim, məna da vermədi mənim üçün. Həzar cürmüm ilə qıl o kafirə rəğma. Həzar cürmüm ilə qıl o kafirə rəğmən cəvar rəhmətğufranə mültəcə o hilə ya vəhilə. Səmənd bi mədəd ruhə tağlar çəkəməz. Səmənd bi mədəd ruhə tağlar çəkəməz. Dağ çəkmək. Dağ bir şeyi dağlamaqdır. Türklər bilirlər dağlamaq nədir. Farsıya da gəlir dağzədəndir fikirlərim. Məsələn bir şeyi qızardırlar odda, ondan dəriyə basırlar, bir şeyə basırlar, onu dağ vururlar. Səmənd bi mədəd ruhə tağlar çəkəməz. Həvai nəfs ilə etdüm və balər təhmil. Vəbal bizdə şeydir da, birinin vizru vəbalını almaq. Vəballər təhmil.
Havalə birina imiş emis nəmin oxu. Havalə biriqa امین خان ایمانه حواله birina امین خان ایمانه tüfeyl خام طمع کاوله جلدی ثقیل tüfeyl خام طمع کاریله oxsa daha yaxşıdır. Bunu v oxumayaq. Tüfeyl خام طمعکار ilə cəldi səqil ya cildi səqil. Zaman çaridə su-i gərin bəlasindən. Zaman çaridə su-i gərin bəlasindən və bali kimsənə sərf oldu mevsim təhsil. Və bali kimsənə sərf oldu mevsim təhsil. Bunu kamil نه دستمایه طاعت نه اکتسابی رضا تمام ایلدی ایام عمرمی تعطیل شکارجاه هوا و هوسته نفس حریص شکارجاهی هوا و هوسته نفس حریص یلر یرینه اغماز نتیجه بویه ویل بوته ویل oxunmadı. Bu da oxuya bilməm. Yelər cəzərinə oxmaz nəticəyə bute veyl. Dili fikare bir zinşa bər zinşa dili fikare biraz nişat verir. Dil fikare bir zinişa nişat verir. Xamirmayi توحید و حب عالی bismil beləsib oxumur. Təşəbbüs eyləmişəm daməni şəfaətinə به قطع دست و پا هاشا شکافی ذلیلی سدیل şərab və vəsv bu kəlmə oxunmur. Keyfim olmuşdur. şerabu vesfi cemilün ki keyfim olmuştur. Verir halaveti tesbih و لذت تهلیل. Semar ma'ni semar میوهdir burada. Bunu anladım. Semar ma'ni na'at şerife şart ettim. Edib hədiqi əndişəmi bu gün təsbil. Əgərçə şahid اوصافه دگل لایق o قد dilkeşiyle böyle bir qəbayı رزیل kifayət eyliyə eylərdi təb'i zər و düzəm kifayət eyliyə eylərdi təb'i zər düzəm قماش پاره جان عزیز ilə تزییل. Mal qaldın ya da hal qaldın oxunmur. Mal qaldın sabit arif agah dəqiq fikrət eylə etmə qissəyi tətvil. Nətə ki seyd üçün əsqərmiri hilali qəza. Bu da yenə oxunmadı, bilmədim nə cürdür. Nure-i
bu bəhrə siyahə buxudən şəbil. Bir çoxunun mənasını bilmədiyim üçün də kamil şey eləyə bilmirəm. Şeyxülislam Feyzullah Əfəndini görək, əvvəl bunu tapa bilirik. Bu kimdir? Şeyxül İslam Feyzullah Əfəndi kimdir? Bu görün, bir də bunu Əfəndini qələt yazmışam. Feyzullah Şeyxül İslam Feyzullah Əfəndi. Şeyxül İslam Feyzullah Əfəndi. Mən əlan gəlim. Yavaş-yavaş burada qaranlıqlaşır. Bayaqdan hava biraz gün düşmüşdü qarın üstünə. Qardan da vururdu bura. Bura yaxşı idi. İndi yavaş-yavaş bura qaranlıqlaşdı. Baş üstə aşağıda Şeyxülislam Feyzullah Əfəndi haqqında məlumatları Qəməri Hicri tarix ilə və Türkcə, Ərəbcə əlifbası Osmanlıca yazıram. Şeyxülislam Feyzullah Əfəndi namı Feyzullah Əfəndi. Bəzi mənabeylərdə bazı yazıb. Bazı mənabeylərdə Ərzurumlu Feyzullah Əfəndi deyilir buna. Doğumu 1048-də doğulubdu. Vəfatı 1115-də ölübdü. Tamam, kitabın tarixində orada bildik də, yəni 1096-dan tarix gördük orada kitabda. Bu 1048-də doğulubdu. Kim idi? Şeyxül İslam. Çağ yazaq bura. Yəni o zaman ki bu adam kitab yazılıbdı. Şeyxül İslam Feyzullah Əfəndi. Ki deyir buna Ərzurumlu. Ərzurumlu Feyzullah Əfəndi deyə yazılıbdı bu. Tamam. Bu adam doğum 1048-də doğulub. Vəfat 1115-də də vəfat edibdi. Hər ikisi də hicri qəməridir. Bu kitabda 1090-dan 1017-yə 123-ə can deyək ya 1025-ə 35-ə can bu araya can yazılan şeydir. Bu zamanlarda yazılmış olsa düşür bu tarixə. Bu tarix məqam və vəzifələri Osmanlı dövlətinin Şeyxülislamı olmuşdur. Səltənət dövrəsi Sultan Dovvumi Mustafa Xan zamanına təsadüf gəlir. İkinci Mustafa Xan dövrünə gəlir. Şeyxülislamlığı, bu ha zaman Şeyxülislam olub, dəqiq tarix yazdı. 1006-dan Şeyxülislam tarixini yazaq ki, bu doğum idi, bu da Şeyxülislam. Yazaq ki, Osmanlı Şeyxülislamı İslam olduğu dövrə. Hardi? 1106-dan 1115-ə qədər ölünəcən olubdur. Bəs bu zaman kitab bu zaman yazılıb elə. Deyək ki, biraz qabaq yazılıbdır. Çünki şeirlərin bəzisi 1090-a düşürdü. 1090-a düşəndə, yəni ki, bu da 106-dan gedib ora. Bu 106-dan rəis olubdur. Bu kitab əslində indi çapına icazə almaq üçün ya hər nə mənə, bəlkə də ondan pul almaq üçün o zaman buna bir mədihə deyibdir. Bəllidir ki, şeirləri bundan qabaq başlayıb yazmağa. Amma 25 və 35-əcən də yazıbdır. Bunun tarixin, kitabın belə tarixi ələ gələ bilər ki, ən be vaxtı deyək ki,
1135-də bu kitab yazılıbdır. Yap ən zamanı odur. Yəni neçə il bundan qabaq? Deyək ki, ehtimalən kitabın yazılma tarixi ehtimalən 1120 30 deyək 1135 Hicri qəməri ola bilər. Neçə ili onda qabaq olar? İndi bunu da buradan şey eləsək. İndi 1447-dir. Bu olmadı, qələt oldu. 1447, bundan çıxsaq 1135 1135-i çıxsaq, bu kitab 312 il öncə yazılmış ola bilər. 312 il öncə yazılmış ola bilər. Bunu buradan tapdıq. İndi bu adamın tərifindən geçək. Mən istəyirəm görün bir ayrı bir şey tapa bilirik. Bir gedək bir 50-ci səhifəsinə gedək. Bəlkə orada bizə biraz xəttli yaxçı ola bunu oxuya bilək. Əlbəttə bunların başlıqlarına da baxa-baxa gedək ki, bəlkə bir şey də burada görək. Dərsay Səlim Gərayxan. Tamam, burada Səlim Gərayxan haqqında bir şey yazıb görək bu kimdir. Əlbəttə səhifə yenə oxunmur, yəni zordur burası oxumaq. Əya şəhənşəhi qazi qəza mübarək bad. Əya şəhənşəhi qazi qəza mübarək bad. Xocəstə fəthi məğazi təbarəkəllah ahad. Ədüyə ərsə qılıb dəstüburd kərrari. Əgildi qəzvəyi Xeybər qədri bu fəthi quşad. Əgildi qəzvəyi Xeybər qədər bu fəthi quşad. Anıldı oxunsa, əcildi yox. Anıldı oxusa, yəni bu fəthi ki sən elədin, onun Xeybər qədər ərzişi var. Anıldı, yəni xatirəsi. Ve gənceyi düşmən bidini sərb səttari. Baş tapmıram nə deməkdir? Ve gənceyi düşmən bidini sərb səttari. Sədai rə'du gülü həqdu küllə həqd bi gögüllərə fəryad. Baş tapmadım. Asıldı köngürü asmana şəmşirün anın qəlağındadır xeymi berg saiq zad. Qəlağındadır xeymeyi bu cür olacaq. Yəni bu cür anın qulağındadır ehtimalən olsun. Xeymeyi berg saiq zad. Tamam, buradan geçək. Bu adam da hər kəsdir. Bundan da biraz geçək. Görək ki, eləyə bilsək. Bəlkə bunu biraz nazik eləsəm daha yaxşı görsənər. Yəni bu qədər yekə eləməyə ehtiyacı yoxdur. Bəlkə bunu kiçik daha yaxşı oxunar. Çünki در ستایشی صدر نمانی Zoom Efendi, Rum Efendi, Sadri Rum Efendi. Burada da Sadri Rum diye bir şey olubdu. Yere düştü. Bir yer düştü ersi mehmansaray aid. Çıktı semaut Xosrov fermansaray id.
iftare yet ile nole ضعفی var biraz nurmuş mezaz sumi bugün iştihay eid. Oxuya bilmədim. Xətti kitabın mən oxuyamıram. Yəni həm bunu da deyim ki, çətindir yazıbdı. Yəni burada bir xətti gördüm, xoşum gəldi. Dedim buranı oxuyaram, baxım görüm oxuya bilirəm ya. Bəhri Paşa Toğii. Bəhri Paşa Toğii. Görək bu kimdir? Nə əcəb bu sultanın tərif eləməyibdi, şeydən başlayıbdı. Cahanban و فلک عنوان و دورانه تیر معال یا یتر معال. جهانبان و فلک عنوان دورانه یتر حالا نشان سان و شوکت هیبت مطبوع زفرا olub زیر حناجه بیزه طاووس اجلالی olub زیر oxuyamıram kəlməni, savadım yetişmir. Beyzeye, burada kəlməni hop buldum nem. حناجه بیزه طاووس اجلالی گشاد etmiş yine şehperi غروفاهی العنقا. oxuya bilmirəm. Xətt oxuyamıram mütəəssifanə. Dedim və oxuya bilərəm, amma oxuya bilmədim. در شده وزیر اعظم حسین پاشای محترم. burada da وزیر اعظم شکر باری که به فتوای امام اسلام şərbət-i sülh halal oldu, می جنگ haram. Calib, burası çox gözəl oldu. Şükür bari ki be fetvai İmam İslam şərbət-i sülh halal oldu, می جنگ haram. مهر سنمün رفع گردونه گودی فلک سنی قالدروب حیرت مایونی çətr humayuni səfərdən əkam. Eyninlə yazıb, bilmirəm nə deməkdir. Astilər çənbəri qəndilinə xumparələri ya xumyarələri beləsi olur, xumparə gəlir. Xumbarələri astilər çənbəri qəndilinə xumparələri cami-i sülhü musafata verib zinət-i tam. Büqe-i əhd-i tüfənc namlız lulə edib. Büqe-i əhd-i tüfənc naməlis lulə edib. Namlısın ehtimalən, namlısın, bəli. Büqe-i öhdəyi tüfənc namlısın lulə edib. Eylədi qiyməti ətfar qənadili xisam. Tamam, beləsidir. Oxumaq olar, amma yəni biraz hövsələ istir. Onu yenə də bir dəfə deyim ki, çox da çətin deyil, amma çox hövsələ istir ki, hey lüğətə gedəsən, oxuyasan. Sadiq Əfəndi müfti şödə. Müfti olub dindi. O Şeyxülislam öldü elə bir. Bu adam kim idi bu?
Sadiq Əfəndi müfti oldu. Yenə də Şeyxülislam oldu bir dana. Feyzullah Əfəndi. Yenə Feyzullah Əfəndiyə Dazaşdan bir dana şeir yazıbdı. Bu hər kəsdir, belə yetişənə bir şeir yazıbdı pul almaq üçün. Allah rəhmət eləsin, ruhu şad olsun. Türk dilində ədəbiyyat yaradıbdı. Mənim də savadım çatmır oxuya. Yəni tarixini də çıxartdıq. Bu kitab ən azından 300 il bundan qabaq, ən azından 300 il bundan qabaq əl xəttidir yazılıbdır. Dərsdayiş məxdumi Şeyxülislam Feyzullah Əfəndi Qazi Məkkə-i Mükərrəmə. Oğlu gedibdi Məkkə-i Mükərrəmədə şey olubdu, qazi olubdu. Bu ona bir şeir yazıbdı, onun oğluna. Yenə də dərsdayiş Şeyxülislam. Yenə də bu ehtimalən 1-2 səfəni bunun haqqında yazıbdır. Yenə də Tazaşdan dərsdayiş Şeyxülislam Seyyid Əli Əfəndi. O şeyx nə idi bu Şeyxülislam Feyzullah idi. Bu elə bir şey Şeyx Əli oldu. Əhlallah o bir şeyx öldü, bir ayrısı gəldi işte. Şeyx Əli Əfəndi ki xərc fiqahətə rəy müniri həm dəhum aftab olur. Yenə də elə hamanın şeyində çox bu adama şeir yazıb. Gəliri oradan imiş. Bəllidir ki, bu adamın gəliri dərsdayiş vəziri Əzəm Əli Paşa və Cami bi Həmta. Bir dənə məscid düzəltmişmiş, ehtimalən onun haqqında. Burada görürük 119-cu tarix vurubdu 1119. Bunları orada görürük. Burada daha çox qatışır. Yəni bu bölümdə vaqəən məndə günah yoxdur. Yəni indi baxsaz burada kitaba görəcəksiniz ki, məndə də günah var, savadsızlığımı qəbul edirəm, amma cöhərin suyu çox olduğu üçün yayılıbdır səfiyyə. Hətta arxası belə bu tərəfdə görsənir. Yəni kitabı ki yazıb, kağızı ki yazıbdı, keçibdi kağızın o birisi üzünə. Çünki suyu çoxmuş, rəngi keçib o birisi üzünə. Çox yerdə o görünür. Tarix-i Tabur. Burada Tarix-i Culusu Sultan Süleyman. Bunu yazıbdı. Görək burada nə yazır? Əlbəttə burada 1090-ı yazıbdı. Yəni dedik kitab o zamanda yazılıb da. Onu ən az dedik bu tarix gəlirdi zehnimizə. Yəni bu tarixi biz gördük ki bu tarixdə yazıbdı. Burada tarix vilayəti Şəhzadə Sultan Məhmud. Oğlu da Sultan Məhmud olacaq. Səhər gəldi bir hüdhüd-i xub mənzər فرو هشته تعویز امیددür بر. سحر geldi bir hudhud خوب منظر فروهسته تعویز امیددür بر. Gətirdi bəşarətlə mülki sənadən müfərrəh havadis mübarək xəbərlər. Faramasi bu kim? Faramasi bu kim? Bu tevfik bari cülus etdi taxt şehenşah daver. Cülus etdi taxta şehenşah daver. Hünerpişe Sultan Süleyman Sani. Aha. Hünerpişe bu o hünərpişə deyil ha. Bu hünərpişə yəni işi hünərdir. O hünərpişə ki deyirik o adam ki film oynur o deyil. Sultan Süleyman Sani kimdir? Görək bunu Sultan Süleyman Sani. Hünərpişə Sultan Süleyman Sani dəliri mu'bədi şücai müzəffər. Vücud-i şərifinə olmuşdu müştaq. Gərək tacdar, gərək tacdara, gərək تحت قیصر. سعادت تخت جلوس ایلدشته olur mücəssəm o ruhi müsəvvər. Dedi şah tahtim ey bir tarix. Burada bir şey dedi sabita tahem qeyb tarix. Bu şeydir. Hurufu şeylə yazıbdı tarixi əslində. Qabağında yazıb 199. Sonra da Sultan Mustafa'nı yazıbdı. Tarix-i Culusu Sultan Mustafa. Burada tarixlərin yazıbdı. İstirdim görüm ki bu tarixdə şey olar. Yox. Hər kəsənin tarixini yazıbdı.
Məsələn, bu birisində də tarixi Tabur nə deməkdir bilmirəm. Həbbəza seyfü yedullahi sultan Mustafa zərbəti mehri ilə buzdi bennənin taburini. Tabur ordu, ləşkər. Bir ləşkər olacaqdı. Bir ləşkərin bir şeyi, o da olacaqdı. Tarixi viladət Şəhzadə Sultan Məhmud, tarixi riyasət Rami Əfəndi. Bunların tarixini yazıbdır. Yazıb 1106-da məsələn. Tarixi damad şüdən Məhmud Əfəndi. Məhmud Əfəndi damad olubdur. Kimə damad olub onu bilmirəm, amma tarixi vəfat Razi Əfəndi. Bunlar şeirlərdir. Adamlar üçün yazdıqlarıdır. Bunlardan geçək. Tarixləri fəqət bizə mühümdür. Kitabın yazılma tarixi də ehtimalən bunların içində olacaqdır. Çünki o şey ki yazıbdı adamlara, onları görürük. Kitab burada qurtarır, amma görək bu kitabın axirində burada nə vardı? Vəsfi yazdı tazə bilməcədir. Qələm nəzmi paki silməcədir. Bilməcə, silməcə, burada belə bir şey oldu. Bilməcə də bilir tabbacıya deyilir. Oldu beyda bu şəhridə yenə bərvanə burun. Burun amma ki əcəb, əcəbə mərdanə burun. Qaldıqdan görən, qəpalıqdan görən anı sərən parça sanur. Qapalıqdan, qapalı örtülü. Qapalıqdan görən anı sirən parça sanur. Qərə zikrə əgər əzm edə əmmanə burun. Cöqə bu xəndən Cüqə bu xəndən ana xan. Bu xəndən yəni bu xandan. Cüqə bu xəndən ana bir qılf etsin peyda qızarıb dönməyə ta şikli bədincanə burun. Gecə məclisdə xitab dəbir birisi yaranın. Gecə məclisdə xəta birisi yaranın. O soracaq qu xoş elədi zərifanə burun. O burunla bu burun bir dəxi yaran buruni nə deməkdir bunu bilmirəm. Caiz anla doğuşmuş hələ xəsmanə burun. Burnunu məth edəcək burnun, onun adamın ehtimalən bu adamlarla şuxluqzat verilmiş. Burnunu məth edəcək döndü həllac toxmağına yay kirişi gibi yat ötür əmmanə burun. Buruna, bir nəfərin buruna bu şeir deyibdir. Çox şeydir. Ehtimalən bura bu ikinci kitab ki başlayırıq. Bu ehtimalən tərif deyil, daha bu şey olacaq. Yəni qəzəlləri olacaq, ehtimal verirəm. Arifanə qəzəlləri olacaq, amma baxaq görək. Həmd və sifasu minnət o sultanə beyda ibtida. Həmd və sifasu minnət o sultanə ibtida. Tevfik verdi bəndəyə divanə ibtida. Divan yazmağa da o deyir. Dibaçeyi suxəndə münasibdir eyləsəm İsmi cəlal zati ilə ünvanə ibtida. Allahu Rabbena əhəd la şərikə ləh. Unvan budur səhifə-i irfanə ibtida. Ol padişah ki bir qolunə istəsə verər
bir quluna istəsə verər bu şiş cəhani altını mərdanə ibtida. Bu şiş cəhati altını ehtimalən ya altılı mərdanə ibtida. Sabit bu 5 beyti adı sabitdir. Sabit bu 5 beyti qılıb zad axirət xüms mübarək ilə edər xanə ibtida. Tamam, özün burada mərhum şeylərdir ki, daha buraca nə demişdi, onlar hamısı dərdə dəyən deyildi. Burada divandır, amma onlar da divandır. Tərif deyibdi, amma divanıdır, bəli, əslində deyir ki, buradan başlayır divan. Əsli divan buradan başlayır. Çünki deyir, gərək əslində bunu əvvələ qoyaydılar, sonra o biriləri qoyaydılar, amma onlar ki, bu öləndən sonra ehtimalən bunu nüsxələri şey eləyiblər, elə biləsi götürüblər, qoyublar. Canım ol eyni elə həman rənginlə bu yazılıbdır, biraz da xətt həmandır, şeylər yaxşı görsənmir. Canım ol باز برافراشته دیلدار فدا. جانم ol naz برافراشته دیلدار فدا، یعنی محبوب خدا احمد و مختار فدا. نفقه خلقتünün əttar bilir qiymətini. Şemməsin aldı edib təbliğ bibazara fəda. Tar meşkinəsi mənsuri salındırmazdı. Tar meşkinəsi mənsuri salındırmazdı. Şəhneyi eşki salındırdı edib dara fəda. Çün nəsimi edib şər'ə müxalif etdi. Çün nəsimi ədəbi şər'ə müxalif etdi. Lacerəm pustun öldürdü alıb nara fəda. Bir də çox burada mənə toxundu. Yəni mənim nəsimi mənə çox möhtərəm, Allah rəhmət eləsin, çox şey olduğu üçün mənə bura dəydi. Yəni bir cür məni tutdu bu kitab oxumalı. Tar müşkinəsi mənsuri, Mənsur Həllac, Mənsur o Mənsur. Tar müşkinəsi mənsuri salındırmazdı. Şəhneyi eşki salındırdı edib dara fəda. Çün nəsimi ədəbi şər'ə müxalif etdi. Lacerəm pustun aldırdı olub nara fəda. Dərisini soydular, onu deri. Cami lə'lündən o Ömər feyzi şəfaət sabit əmərdir, əmmək. Cami lə'lündən Ömərdir əlbəttə, feyzi şəfaət sabit. Qoya bir kase-i Kevser o köhnə çarə fəda. Sönersə bu dili, sulərsə bu dili purxun ilə, meyl ilə cam sana. Sönmək, təqdim eləmək. Sönərsə, sunmaq. Sönərsə bu dili purxun, meyl ilə cam sana. Göncülünüz gibi alma budur cam sana. Gönlünüz gibi alma budurur cam sana. Saqqalım ağına bak, suyu ağlar amma. Saqqalım ağına bak, diyu ağlar amma. Eder o riş sefidiyle şeyh dam sana. Razi
سدی سبویی شرابه دختر زر. Rəzisidir. Rəzi süd əmər. Fikirlə bu anlamdadır. O anlamda oxuyur. Rəzi süd əmər olacaqdır. Bəli, şirəmən şirçuq ana şirini əmən küçük uşaq. Bəli. Diqqət buyuraq burada. Rəzisidir səbuyi şərabə dختر zər. Nə üçün dedi südümü eylərəm haram sənə. Şu tənginada bu cümlami eylə naçami. Gönül yetər bu əsrlərdə namu kam sənə. Təkəllüf eyləmə sabit sana verilmiştir. Təkəllüf eyləmə sabit sana verilmiştir. Bu hüsnü səbk ilə şirin kəlam sana. Burada bu Nəsimiyyə işlətdiyi məni bu kitaba biraz daha çox şey elədi. Əlaqəmənd elədi ki, bu bölümlərinə bir baxam əgər vaxt olsa. Qoy eyləsin لکنجهی مینای ساقیا میدن var eyləsə səbudə asar imtila. Tamam. Buradan bu izə getdi arifanə şeirlərinə. Onları yazır. Görək bir yerə yetişək ki, eləyə bilək bunu oxuya bilək, yaxçı rahat oxuyaq. Çox yaxşı olar. Bəzi yerdə də kamilən belə rəhlər qatışıb bir-birinə. Do cismi cami hüsnü göyli təsvir edər məhdab. Do cismi cami hüsnü göygi təsvir edər məhdab. Nə hüddür ehtimalən o cür olmuyor. Nədir? Nədir? Mənasını da anlamadığım üçün eləyə bilmirəm oxuyam dostlar. Bu kitabda mən savadım bu kitaba yetişmir oxumasına. Hətta xəttin də oxusam, məsələn bunu hüd oxusam mənisi vermir. Nədir? Nədir olmaz? Nədir? Nədir? Yox, olmur, oxuyamıram yəni. Savadım çatmır bu türkçəsi. Mən deyirəm ki, bunu oxumamağımın səbəbi mənim savadımın zəifliğidir. Türkücə çox beynimdə lüğət yoxdur ki, eləyə biləm, deyəm, tamam. Məsələn, gözüm və beynim yazısına, eşitməsinə adət eləməyib ki, onu yapışdıra bir-birinə ondan bir məna çıxada. Bəlkə buranı oxumaq ola görək, buradan bu yüzə inşallah bunlar elə bir ki, şeyi dəyişdiriblər, cöhəri dəyişdiriblər. Rəqib edərsə nolə aşiq qəribə həsəd, qərab şur nəəm eylər əndəlibə həsəd. Qubar gərduni saldı dəst şəmşirün, qubar gərdənini ehtimalən saldı dəst şəmşirün, o iltifatı görüb eylədim rəqibə həsəd. Usul moizədə bəzi nəğmə qonduruq
Habibe dəcüldür آل خطیبه حسد مدام سینه گر طعن نیزه خاره مدام سینه گر طعن نیزه خاره درون güllə olan vüs'əti şanəsinə həsəd, belə bir şey. Qopardı rozeyi əndişədən yenə bir gül. Qopardı rozeyi ya da rixni roze olacaqdır. Rozeyi əndişədən yenə bir gül görürsə sabit edər təb'i dilfəribə həsəd. Sabit Əfəndinin savadını mən yetirə bilmədim, oxuya bilmədim, təəssüflə ləzzət apara bilmədim onun şeirlərindən, yəni heyf olsun. Məsələn, nə mən oxuyayım? Nəqləti aşikardır kəmərin. Gümrük də oxunur, kəmər də oxunur. Mən hansını oxuyayım? Nəqlət də nə deməkdir? Səqləti aşikardır kəmərin. Cüzə-i ləmsaki bardır kəmərin. Cüzə-i ləmsakidir. Oxuya bilmirəm. Savadım yetişmir. Mütəəssifanə. Bu kitabı burada elə qoyaq qalsın. Fikir edirəm ki, bir 2 saat da oldu. Əgər gedib üçüncüsünə də bir baxsam, mən biraz sürətlə gedim üçüncü kitaba da bir baxaq, görək ondan da oxuya bilmirik. Burada şeylərə gəlir, fərdidir. Burada şeirləri görünür ki, mətlədir, yəni bir şeyin əvvəlidir, amma qalmırdı. Göftara gəlib feyzi-meyi nabilə xumlər, hər sənliki var meykədənün, küb-kübə söylər. Dili məcruhum ilə həmdəmdür. Dili məcruhum ilə həmdəmdür. Xəncərün səmayinə dək Adəmdür. Bu kitab qutardı. Görək bunu oxuya bilirik. İbtidai ədhəm huma در توحید bari. Həmda ki kim olub müdəbbir ərş 7 zilli humayı fəzlini fərş. Məhnədən bədid olub məhmuz. Məhnədən bədid olub məhmuz. O həm çərxi qusturur şəb و روز. Qoşdurur. O həm çərxi qoşdurur şəb و روز. Yadı şəhd را سیر تاج گل. یاد شهد را سیری تاج گل. یاد شهر yox olmur, şəhd ra yad şəhd ra seyr tac و gül əsir. Mən istəyirəm şühəda oxuyam, olmur. Ona görə burada bir dənə R var arasında. Yad şəhd ra seyr tac و gül دخل و اراده احتیاج دجل. توبو چوگان و کاف و نونندن.
توب و چوگان و کاف و نونünden geldi meydana bu revag hüsn qaldı el-haq oxuyamıram, savadım çatmır. Tamam, elə burada qoyaq qalsın, heyifdir bu kitabı xərablamayaq. Əlbəttə gedin bunun kitabın sonuna, görüm o sonunda bir tarix yazılsa, onu fəqət onun üçün bir bura baxaq. Bu şeir çox uzun idi, axirincisi qəsidə idi, hər nə idi, çox uzun idi. Ona görə onu oxuya bilməyəcəyik, amma qoşlayıb çiftə iki gavu dopa. Qoşlayıb çiftə iki gavu dopa. Səltənət toxmun edərlər ilqa. İki müfsid ki şəhərdən sürəcək. Həftə qurşun ilə ürüb öldürəcək. Xiftə qurşun ilə, xuftə kimi, yəni nacah. Xiftə qurşun ilə ürüb öldürəcək. Müci işlər gibi bibakanə. Müci işlər gibi bibakanə. Övrətə işlədilər mərdanə. Ver idi nalə və fəryad edərək. Bir murad gəl içi oldu ərkək. Bir muradın içi oldu ərkək. Mütəfəttin oləməz yenə eşşək ehtimalən. Etiqad eylər icidir çudək. Kəndü kəndilə edib güftüşünud. Kəndü kəndilə edib güftüşünud. Verənə bəsəllü edi hal vəlid. Bən fərasətlə demədim ərkən. İcidranəsənün qarnından. Etmədim fəhmi fərasətdə qüsur. Gəldi çıxdı dedigüm gibi umur. Çəşidə əql ilə idrak istər. Kişidə əql ilə idrak istər. Cismimə möhrü kimi pak istər. Ceydi nə gördü? Kedi, ehtimalən kedi nə gördü, nə idrak etdi. Üstələr övrəti, burasını oxumayım mən, çox pis mənası var. Üstələr övrəti getdi. O zamandan tutulub mənqəbəsi, qaldı ol şəxsə ləqəb söz əbəsi. Tamam. Burada tarix yazmayıbdır, oxuya da bilmədik, çox savadımız bu kitaba təəssüflə çatmadı. Bugün hər halda iki kitab gördük türklərin yazdıqlarından. Əvvəlki kitab cərrahlıq və cərrahlıq vəsailləri haqqında idi. Onu qəblən öncələrdə oxumuşduq, tanıtmışduq. Uzun, hətta fikrim 2 cəlsədə onu danışmışduq. Onun üçün onu oxumadıq, amma tanıtdırdıq. Şimdi bir baxdıq, bir yarım saatdan çox da vaxtimizi ona qoyduq. Bu birisi kitabı açdıq. Bu kitab Külliyat-ı Divan-ı Sabit Əfəndi 4 bölümdən ibarət oldu. Birinci bölümdə zahirən hər kəs gəlib qabağına onu tərif eləyibdi, adamları tərif eləyibdi, onlardan o təriflərə şeydi. Hər halda bir də insanları orada tanıtdırır. Burası da vardı, orası çox mühümmüdür.
tarixsel məsələdir. Biz özümüz də kitabı istədik görək ki, hansı zaman. Əlbəttə tarixdə yazıbdı şeirlərdə. Şeirlərində tarix də yazıbdı. 1090-dan ta 1035-əcən mən dedim, bəlkə 1025-əcən ola bilər. Və burada Şeyxülislamın da rəhmətliğin orada adını gətirdiyi üçün Şeyxülislam Feyzullah Əfəndi ya Ərzurumlu Feyzullah Əfəndinin adını gətirdiyi və ona görə yazdığını da orada gördüyümüz üçün onun yaşı üzündən kitabın tarixini hesabladıq. Gördük ki, bu kitab təqribən onun vəfatı zamanlarında və ondan sonra da yazılmış olduğu üçün, yəni o Şeyxülislam olanda bu kitab yazılırmış, şair Sabit Əfəndi şeir deyirmiş ona buna, hamıya şeir deyib. Əslində hər yerə gedibdi, orada bir adam görüb ona şeir deyibdi. Kitab o cürsü tarixləri də qoyubdu. Osmanlı Şeyxülislamiymiş bu adam da Şeyx Feyzullah və kitabın yazılma tarixi də ehtimalən dedik ki 1090-ına, əlbəttə axiri də, yəni qurtarmağı dedik ki 1135-ci ildə ən çox çəksə o zamana tarix qoyubdu oradan. Sultan Süleyman Sani dövrəsində də bu kitab ehtimalən yazılmış olar. Əlbəttə sultanların hamısına görə də bir şeylər yazıbdı. Ona görə də bunların üstündə hesab edə bilmədim ki, amma təəssüflə kitabı oxuya bilmədim. Yəni göylüm istərdi bu kitabı oxuyam və kitabın içindən öz adın niyə yazıbdı, ya əlbəttə niyə yazıbı bəllidir, amma ləzzətini aparım heç olmasa, amma olmadı. Yəni təəssüflə savadım çatmadı. Çox ağır kəlmələr işlədibdi. Cöhər də bir cürdür ki, kəlmələr qatışıblar, düz oxumaq olmur, nöqtələr düz yerində deyil, ona görə oxumaq olmadı. Yəni doğrusu desə ona bu kitabdan ləzzət apara bilmədim, çünki zorum çatmadı oxuyam. Amma deyim bunu ki, bu kitabı hövsələ ilə oturub oxusa adam bir 10-15 səhifəni oxusa oxuya bilər. Xətt ilə tanış olandan sonra oxuya bilər. Bəli, gördüyüm kitabların isə çətin kitablardan biridir. Yəni o kitablardan ki, oxuması zordur, mənə bu kitab onlardan biri gəldi. Hər halda Allaha min mərtəbə şükür olsun bu günləri gəndə Türk dünyasından, hətta gördünüz axirinci şeir ki, bu adamdan oxuduq, bir nəfərin burnuna bir şeir deyibdi. Yəni tənzidə, bunun içində görünür, gülmə haləti də vardı, fikra deyirlər türkçədə, fıkrası da vardı. Onun üçün calib bir ədəbiyyat, türk ədəbiyyatında calib özünə yeri ola bilər. Hər halda Allaha min mərtəbə şükür olsun ki, bu günləri dədələrimiz türk dünyası yaratdığı ədəbiyyatdan, dildən və yazı uyğarlığından iki kitabla tanış olduq. Beləliklə bu günü sona keçirdik. Allah ömür verirsə bir ayrı gün iki dənə də ayrı əl yazma kitablarla ki, ömürləri də bu kitabın ömrü 300 il idi, 312 il, ya 312 il, bəli, 12 il bundan qabaq yazılmışdı.